Bakıda məktəb yaxınlığında manyak peyda olub. Hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində baş verib. Qeyd edək ki, naməlum şəxs azyaşlı qızlara qarşı əxlaqsız hərəkətlər edib. Hadisə ilk olaraq 104 nömrəli tam orta məktəbdə bir qızın başına gəlib. Valideynlər bildirirlər ki, hadisədən sonra manyak yaxalanıb. Amma qısa müddət sonra təkrarən şəxs məktəbdə başqa qıza yaxınlaşıb. Həmin qızın valideyni bildirir ki, ikinci hadisə bazar günü. Qızı hazırlıqdan qayıdarkən məktəbin yaxınlığında baş verib. Dünən səhər saat 11 iradələrində qızım bu yolu keçərkən burada deyir, ata gəldik, bir kişi deyir, mənim qabağımdan keçdi. Bir də deyir, özümdən bir ixtiyar deyirəm ki, hiss elədim ki, qabağımda maniyə var deyir. Başımı qaldırdım, qaldıranda deyir, baxdım ki, çırpaq kişi. Qışqırdım, deyir, özümü itirdim, qaçdım dala, gəlib bura. Bu yolla üz aşağı gedib. Gedəndə, deməli, burada zibil yeşiklərinin düz qabağında təzədən baxıb ki, kişi keçib həmənki tərəfə. Bunun qabağını kəsməyə. Deyir, baxdım ki, kişi zibil vedrələrinin yanında dayanıb. Qaçdım, üzü yolun əks istiqamətdə keçib. Deyir, baxdım ki, zibil vedrəsinin yanında bir xeyli dayandı, məni gözlədi və sonra deyir, nəticədə gəldi, deyir, burayla deyir, yuxarı getdi. Mən də çıxıb evə qaçdım, gəldim. Həmçinin digər valideynlər də uşaqlarının təhlükəsizliyi üçün narahat olduğunu bildirdilər. Oğlumuz bir sinifdə oxuyur. Bir də məktəbin içindən kişi həyəcanlı vəsilə çıxdı kurtka önündə və kurtka anidən sürüşdü əlindən. Üzr istəyirəm sizdən. Yəni insan hər şey çöldə idi. Bax belə bir vəziyyət. Yəni onun şokundan mən donub qaldım. Yaxşı qız Aksan özünü itirmədi, qışqırdı. Bizə məlumat verilmir ki, kameralar çəkib, çəkməyib. Deyilən şəxs 104 nömrəli məktəbin ətrafındadır. Və bu işə tədbir görülməyini istəyirəm. Çox narahatam. Bəzi vaxtlarda olur, uşaqlarımız evə tək gedib gəlir. Yolda başına hər bir iş gələ bilər. Sübut olmadığına görə polislər də həmin şəxsi buraxırlar və buraxıldıqdan sonra belə bir uşağa həmin təklifləri edib, pis vəziyyətdə görüblər onu. Məktəbdən çıxan zaman nə vəziyyətdə olduğunu bizim valideynlər görüb. Həmin uşağın arxasınca 104 nömrəli məktəbə gəlib. Görüb uşaq məktəbə hazırlığa girir saat 4-5 radələrində. Və bu şəxs də məktəbə girmək üçün özünü qazi deyə tanıdır. Direktorun yanına getmək istəyib və ona icazə verilib. Oradan çıxandan sonra həmin qızı axtarıb və tapa bilməyib, başqa bir qıza yaxınlaşıb. Daha sonra ona öz təkliflərini eləyəndə qız qaçıb oradan. Mənim 2 dənə evladım 104 nömrəli məktəbdə oxuyur. Biz istəmirik ki, evladlarımız burada qorxsunlar, həyəcan keçsinlər. Dildən dilə yaysın, məktəbimizin adı pis çıxsın. Aidiyyatı qurumlar həmin şəxsləri cəzalandırmalıdır. Uşağı qoyaq kənara, mən boyda bir insan, mən əgər narahatçılıq keçirdirəmsə və bu bütün valideynlər narahatçılıq keçirdir, qulaqdan qulağa yayılır. Görün, uşağın hansı həyəcanı keçirdir? Qız anasıyam, çox narahatam. Həqiqətən uşağım qorxur gəlməyə məktəbə. Valideynlər onlar məktəbə girməkdə çətinlik çəkdikləri halda həmin şəxsin məktəbə rahat şəkildə daxil olması və məktəbin mühafizəsinin zəif olması ilə bağlı iddialar səsləndirdilər. İddialarla bağlı biz də məktəbə daxil olmağa çalışsaq da qapıcı buna mane oldu. Səsləndirilən iddialarla bağlı 104 nömrəli tam orta məktəb belə bir açıqlama verdi. Stat: Qeyd edilən məsələ ilə bağlı məktəb rəhbərliyinə valideynlərdən narahatlığa əsas verən konkret faktlar əsasında müraciət daxil olmayıb. Məktəbdə tədris prosesi normal şəkildə davam edir. Məktəbin 2 gözətçisi var və məktəb 24 saat mühafizə olunur. Bundan əlavə məktəbin daxili və həyətyanı sahəsini müşahidə etmək üçün 32 kamera mövcuddur. Qeyd edək ki, aprelin 4-də bir nəfər şəxs xəstə övladına yardım göstərilməsi istəyi ilə məktəbə yaxınlaşıb. Ona izah olunub ki, qeyd etdiyi məsələ ilə bağlı aidiyyatı üzrə müvafiq qurumlara müraciət edə bilər. Məktəbdə təhlükəsizliyin təmin olunması daim diqqət mərkəzində saxlanılır. Statın sonu. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumis Rəfilli bildirdi ki, sosial şəbəkələrdə paylaşılan məktəb ətrafında bir nəfərin neqativ hərəkətləri ilə bağlı ajiyotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb. Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmalarla xüsusi narahat edici halın baş vermədiyi müəyyənləşib. Hər iki tərəf verdikləri izahatda bunun anlaşılmazlıq olduğunu bildiriblər. Bu insan tutulubsa, Tembol də bunu bir başqa bir valideyn görüb, bunu polisə təhvil veribsə, nəyə görə bunu tutub nəsə bir tədbir görülmür ki, bazar günü də mənim evladımın başına gəlir bu. Xahiş edirəm artıq dərəcədə məktəbində kameralar açılsın, məktəbdə olunan həmənki o şeylərində göstərilsin ki, ya bu kişi kimdir, çırpaq vəziyyətdə hara qaçır. Nuray Qədirli, Arif Əliyev, APA TV.